Ermənistan silahlı birləşmələrinin aktivliyi müşahidə olunub. Bu barədə Telegram kanalı məlumat yayıb. Kanalın yaydığı görüntülərdə 3 ədəd hərbi yük maşını və 5 ədəd topun hərbi hissədən kənarda yerləşdiyi görünür. Rusiya Xarici İşlər Nazirliyindən Qarabağ açıqlaması. Rusiya Qarabağı rəsmi şəkildə Azərbaycan ərazisi kimi tanıyır. Global Info az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova bildirib. Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski Qarabağı mübahisəli ərazi kimi təqdim etmişdi. Ermənistan Rusiyanın Qərbi Zəngəzurda konsulluq açmasına mane olur. Ermənistan tərəfi hələ də Rusiyanın Qafanda baş konsulluğunun açılmasının ləngimasının səbəblərini açıqlamır. Telegraf xəbər verir ki, bu barədə Sputnik Ermənistan Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb. Sputnik Ermənistan baş naziri Nikol Paşinyana müvafiq sorğu göndərərək prosesin hansı mərhələdə olduğunu, konsulluğun niyə hələ də açılmadığını və ləngimənin nədən ibarət olduğunu soruşub. Cavab Ermənistan Xarici İşlər Nazirliyindən gəlib. Sizə bildiririk ki, qaldırılan məsələlərlə bağlı inkişaf olarsa, ictimaiyyətə məlumat veriləcək. Ermənistan Xarici İşlər Nazirliyinin cavabında deyilir. Xatırladaq ki, Rusiyanın Sünik vilayətində baş konsulluğunun açılması məsələsinin müzakirəsi 3 ilə yaxındır davam edir. 2023-cü ilin sentyabr ayından etibarən açılışın hazırlanmasına cavabdeh olan qrup Qafanda fəaliyyət göstərir. Bu ilin martında Ermənistan Xarici İşlər Nazirliyi prosesin iki ölkə arasında danışıqlar mərhələsində olduğunu bəyan etmişdi. Rusiyadan son olaraq bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova bildirmişdi ki, gecikmələrin səbəbi Ermənistan tərəfi ilə bağlıdır. Amerika Birləşmiş Ştatları Zəngəzura dəstək verdi. Biz önünü aldıq. İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb. AXTV xəbər verir ki, bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əl-Əkbər vilayəti deyib. O bildirib ki, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb. Bu gücün ən bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana çevik və qətiyyətli reaksiya verməsi idi. Bəzi ölkələr Zəngəzur dəhlizinin yaradılması bəhanəsi ilə Naxçıvanı Ermənistan ərazisi vasitəsilə Azərbaycanla birləşdirməyə cəhd göstərdikdə, bu layihə əslində İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi demək idi. İran bu plana qətiyyətlə qarşı çıxdı və onun həyata keçirilməsini pozdu. Joe Bidenin özü də Amerika Birləşmiş Ştatları prezidenti vəzifəsini icra edərkən etiraf edib ki, dəhlizin işə salınması üçün hər şey hazırdır. Lakin bu layihənin həyata keçirilməsinə İran mane oldu. Bu bəyanat onu göstərir ki, İran hətta Rusiyanın dəstəyi olmadan belə ağıllı diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO'nun qarşısını almağa nail olub. Vilayəti vurğulayıb ki, Zəngəzur dəhlizi daxilində son məqsəd təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaq idi. Lakin bu layihə də uğursuzluğa düçar oldu.